namazı təşəhhüddə Peyğəmbərə salavat olsun deyirik, Əhl-i Beyt salavat olsun deyirik. Bu salavat olsun deməyi nə adiyyəti var ki? Demək istəyirsən ki, yəni Allahdan qeyrilərinə əl açıb dua edib kömək istəmək olar. Bilirəm bunu demək istəyirsən. Orada həmin o salamda, salavatda salih insanlara da salam var. Esselamu aleyküm eyyuhel esselamu aleyküm nəbi və rəhmətullah ala ibadillahi salihin. Allahın salih qullarına da orada salam var. O deməkdir ki, bütün salih qullar hamısı bizi eşidir. Bizim duamızı qəbul eləyir. Orada düzdür. Peyğəmbərə var, mübarək Əhl-i Beytinə var, salam vermək və salih insanlar, salih qulların hamısı salam var orada. Bütün yer üzrün salih qulları o zaman o deməkdir ki, biz onlara əl açıb dua eləyib, kömək istəməliyik bəyəm. Bu primitiv, sadə dəlillərimizi xahişəm saxlayın. Birimiz gedib İbrahim Peyğəmbərin ayağından deyirdi ki, pirdir, hər yerdə pir olmalıdır. Bəyəm İbrahim Peyğəmbərin ayaq izi Allah Teala deyirmi pirdir? Deyirmi ki, onu öpün, yalayın, orada nəzir verin. Kəbənin yanında bir nəzir qutusu var, o tökülüblər, hamısı deyirlər ki, şeytana daşladı. Şeytan daşladı. Söhbəti yoxdur, yalandır, başqa mövzudur o. Daş pulla satılır. Orada pulla satılan daş yoxdur. Kim sübut edir, iddialı gətirsin göstərsin, yalan deyirsə gözümüzün içinə qədər. Daş satmaq nədir? Heç orada nəzir qutusu qoyulmayıb. Həmin oğlan adı yadından çıxdı. Deməli, belə şeylər İslamda yoxdur, gözəl insan. Dua eləmək yalnız uca Allah olmalıdır. Əl açıb yalnız qeybdən uca Allaha dua eləməliyik. Kömək istəmək deyirsiniz, yardımlaşmaq istəyirsiniz. Mən həkimə deyirəm, mənə kömək elə, o kömək eləyəndə mən şirk eləmiş oluram deyirsiniz. Mən falanca deyirəm ki, qəttanı ver mənə deyir. Qəttanı vermədi, şirk eləmiş. Qələmi ver deyirəm. Qələm verir, şirk eləmiş olur. Siz elə anlamırsınız ki, biz deyirik ki, gözəl insanlar, Allahdan qeyrisinə əl açıb dua eləmək olmaz. Sən həkimdən misalsan, nəsə gedib istəyəndə, zəng eləyib ona sənə vəsf eləyir, nəsə verir sənə, yoxsa biz ay həkim mənə kömək ol, dua eləyirsən istəyirsən. Bunu eləyirsənsə, budur, başqara budur demək. Həkimə deyir ki, ay həkim mənə kömək ol. Bu olmur. Sən ya zəng eləyirsən, ya yanına gedirsən, üzbəüz danışırsan. Biz dua kömək istəmək olmaz deyəndə dua eləyib kömək istəmək olmaz deyirik qeybdən. Dua bilirsiniz nə deməkdir? Dua qeybdə olanda nəsə istəməkdir dua. Kömək istəmək belə yardımlaşma, sən məndən bu köməkdən getmir söhbət. Qeybdə olana dua eləyib kömək istəməkdən gedir. Bu da yalnız uca Allaha olmalıdır. Quranda nə qədər ayələr var. Yalnız uca Allah ondan kömək istəməyə çağırır. Bəlkə bu ayələr bilmirsiniz siz. Bu ayələr bilmirsiniz, gedib bəs nələrdən? Gedib misalsın biri deyir qaloş piri, biri deyir deşik piri, biri deyir dəvə piri, nal piri. Pirdir, gözəl insan olub, salih insan olub, Allah ona rəhmət eləsin. Allah onu cənnətdə eləsin. Əgər doğrudan gözəl insan olubsa. Müasir özünə pir deyən var, seyid deyənlər var ki, fırıldaqçılardır, yaxşı bilirsiniz bunları. Gedib qoyun kəsirlər rayondan kəndlərdə yarısını şaqqalayıb ona verirdilər. Biri nə bilim dünyası uşaq gətirmiş, qızıl üzüyünü çıxarıb verir, təzə evlənmişəm, qızıl üzüyümü götürür. Götürür o da gedib nəsli nəvələri içki içən restoranda həmin o qoyunları kəsib cəmaata paylayıb araqla vururdular. Bunun hamısını biz yaxşı bilirik. Pirdir, pir nə deməkdir? Qoca deməkdir. Nurani bir insan olsun, ağıllı bir insan, yaxşı bir insan olsun demək, yaxşı. İbadət eləyib, çox gözəl. Allah rəhmət eləsin, yaxşı insan olubsa, salih insan olubsa, o demək deyil ki, sən onu gəlib köməyə çağırmaz. O özü əgər doğrudan Quran oxuyan olubsa, ibadət əhli olubsa, o bilməlidir ki, Allahdan qeyrisində Quranda yazılıb kömək istəmək olmaz, dua eləyib kömək istəmək. Yenə başlayacaq ki, filan həkimlərlə gedəm, dərman istəyirəm, şirk qoşdum. Siz anlayın, şirk nə deməkdir, gözəl insana? Şirk Allahdan qeyrisinə qeybdən nəsə istəməkdir. Bu yalnız Allah olmalıdır. Rəşad bəy kimsə qoşdu, ha buyursun Rəşad bəy, buyurun. Çox sağ olun, Sami bəy, mən çıxdım. Sağ olun Teymur bəy, sağ olun. Ha buyurun Rəşad bəy. Salam, hər vaxtınız xeyir olsun.